Bizim hamımızı öldürmək istəyirlər və dünyada cəmi qızıl milyard adlanan siyasətlə hamımızı qıracaqlar. Çünki sayımız getmədən artır və bunu dayandırmağın əsl vaxtıdır. Xeyr, bu yalandır və indi isə gəlin bunu sizə sübut edeyim. Beynəlxalq Bankın məlumatlarına əsasən dünyadakı bütün ailələrdə ən azı 2.1 sayda uşaq dünyaya gəlməlidir ki, hazırda olan insanları əvəzləsinlər. Əgər bu rəqəm aşağıdırsa, ümumi insanların sayı azalır. Əgər çoxdursa, çoxalır. Hazırda dünyada cəmi 75% ölkələrdə bu rəqəm 2.1-dən çoxdur. Amerikada bu rəqəm 1.6-dır, Kanadada 1.4, Çində belə bu rəqəm 1.3. Bunun səbəbi isə kişilərin sonsuzluğunun artmasıdır və qadınlarda düşük rəqəminin səviyyəsində artmasıdır. Proqnoza görə 2100-cü ildə dünya əhalisinin sayı 11 milyarda çatıb və aşağıya düşməyə başlayacaq. Amma niyə? Çünki insanların ümumi ömrü uzanır və gənclər artıq daha çox çalışır ki, ömrü uzun olan pensiyaçıların, yəni qocaların pensiyasını ödəyə bilsinlər. Və məhz buna görə də bir çox dövlətlər pensiya yaşını artırırlar ki, cavanlara, gənclərə o qədər yük düşməsin. Və məhz buna görə də bir çox ölkələr yeni uşaq doğulmasına görə subsidiyalar və hətta bir çox avantajlar belə təklif edirlər. Yəni ki, bizi heç kəs qırmır. Bizim elə avtomatik olaraq sayımız azalmağa doğru gedəcək.